İndi de Nuray'dan uşağı olacak. Siz bezmədiniz də bu yalan söhbətlərdən. Artıq sizin bir kəlmə sözünüzə də inanmıram mən. İnanma, amma bu belədir. Görəndə özün soruşarsan. Azər. Meryem? Azər, Nəsbə xanım nə danışır? Nuray hamilədir. Bitti. Bitti Azər. Boşanırıq. Deməli sən buralarda olursan. Sen niye burada qayıtdın?
Buradan çıxanda Vidadinin adamı məni istəyirdi. Bunları əlindən almaq istəyirdi. İndi də onlar səni izləyirlər. Qoy bu pullar burada qalsın. Mən sonra onu sənə Kamranına göndərirəm. Nə olub? Yeni bir xəbər yoxdur ki. Nə barədə? Mən ümumi danışıram. Nəsə öyrənə bilmisiniz? Vidadi haqqında, Məryəmin qaçırılması haqqında. Özünüz dediniz axı, bugün nəsə olacaq. Hələ heç nə yoxdur. Olanda sənə xəbər verəcəm. Bugündən sonra sən ehtiyatlı olmalısın. Vidadi sənin arxanca adam salıbsa, bunun axırı pis ola bilər. Mən onun nəyinə lazımam axı? Sən yox, ona mən lazımam. Axır vaxtlar onu çaşdıracaq elə hərəkətlər eləmişəm ki, qorxuram ki, Vidadiyə uyğun hərəkət eləsin. Necə yəni? Yəni, mənim ətrafımdakılara zərər yetirsin. Meryem, Çəkil. Meryem kulak as bana Əl Meryem. vurma mənə. Meryem, Nə? Nə demək istəyirsən? Nə? Meryem ben o gün çok içkiliydim. Hiç bilmirəm bunlar necə baş Bu verir. sənə bəraət qazandırmır Azər. Sən xəyanət elədin mənə. Meryem ben bunu istemirdim. Bunu oyunla olanda fikirləşməliydin. Necə gözümün içine baxa-baxa necə yalan danışırdın Azər? Hələ o Nuray. Meryem ne deyirsən haklısın. Biz o gün dava eləmişdik. Ben çok içkiliydim. Hiç bilmirəm ya bu necə oldu. Amma oldu. İndi də o hamilədir. Bəlkə də elə yaxşı oldu. Çünki mən elə bura gəlmişdim. Demək ki, məhkəməyə gedirəm, boşanırıq. İndi bunu rahat ürəklə eləyəcəm. Meryem gel Əl vurma. sakit oturaq danışaq. Ha? Meryem bak biz ayrı yaşayarıq. Vallahi düz deyirəm. Ev tutaram. Azər, danışma da. Danışdıqca lap gözümdən düşürsən. Heç olmasa indi danışma. Ben sana şu saat burada göstermeliyim ha. Özümü de sayarsan sen. Sen kimsin? Sen bırak kim gönderir? Ha? Ha? Sen bırak kim gönderir? Kim gönderir seni? Kim gönderir seni? Kim gönderir seni buraya? Ruslan! Hansı Ruslan? Nerededir Ruslan? Klubda! Hansı klubda? Gel bakalım. Necəsən? Ha, yaxşı, sağ ol. Sən necəsən? Əlayam. Bilirsən bugün nə eşitmişəm? Nə? Sən demə könül ərə gedir. Oğlan ona evlənmək təklif eləyib. O da qəbul eləyib. Hə. Allah xoşbəxt eləsin. Nə deyə bilərəm ki? Yəni demək istəyirəm ki, yaxşısı budur könlün dərdini çəkməyəsən. Day unut getsin onu. Yox, mən heç onun haqqında fikirləşmirəm. Demirsən sən yanımdasan. Mənə başqa nə lazımdır ki? Rüfət, nəsə olub bugün sənə? Yox, hər şey yaxşıdır. Yoxsa dükanda olanlara görə belə eləyirsən, hə? Qorxursan ki, bir də elə bir şey eləyərəm. Yox, onun bura nə dəxli var? Narahat olma. Düz eləyirsən, qorxursan.
Çünki hər an elə bir şey eləyə bilərəm. Bunu bil. Nuray, sen gidip Meryem'e demişsen her şeyi. Mən heç nə demədim. Yalan danışma. Sen bile eləmsən bunu, ha? Sen bizi ayırmasan el çəkməyəcəksən də. Ne istiyorsan Nuray? Səndən mən nə istəyə bilərəm ki? Onsuz da əvvəl axır Məryəm öyrənəcəkdi də hər şeyi. Hardan? Hardan öyrənəcəkdin, ha? Eğer sen uşağı abort eləsəydin. Mən abort eləyən deyiləm. Eləyəcəksən Nuray. Əsəbləşdirmə məni. Sən başa düşürsən? Bizim uşağımız olacaq Azər. Mən o uşağı istəmirəm. Anladın? İstəmirəm. Nuray, mən indi o halda deyiləm ki, durub nəyisə burada müzakirə edeyim. Məryəm məndən boşanmaq istəyir, mən nəsə eləməliyəm. Nə yapışmısan bu Məryəmlə? O elə səndən uzaqlaşırsan, ona yaxınlaşırsan. Nə qədər olur? Çünki mən onu sevirəm. Amma o səni sevmir. O səni istəmir, səni bağışlamayacaq Azər. Bağışlayacaq. Əgər sən bu uşaq məsələsi olmasaydı, hər şey yaxşı olacaqdı. Sənin başın xarab olub edəsən. Hə Nuray, xarab olub. Mən dəli olmuşam Nuray. Ona görə də məndən uzaq dur. Eşitdin? Hər şey eləyə bilərəm. Əvvəl axır mənim olacaqsan. Hə, Könül. Bibi? Necəsən? Yaxşı. Səsin pis gəlir, ağlamısan sən? Yox. Bibi yerivi də, hardasan? Könül lazım deyil. Hər şey yaxşıdır. Bibi, bilirsən ki, əl çəkən deyiləm. Yerivi də gəlim. İşin yanındakı parkda oturmuşam. Yaxşı, gözlə gəlirəm. Salam Validə xanım, olar? Salam. Nə lazımdır? Olar, keçim içəriyə deyəcəm. Buyur. Mən bilirəm ki, Könül sizə mənim təklifim barədə danışıbdır. Bilmək olar niyə istəmirsiniz? İndiki cavanlarda öz var. Bunu demək üçün gəlmisən mənim qapıma. Mən Könülü sevirəm və onunla evlənmək istəyirəm. Bu heç vaxt mümkün olmayacaq. Niyə? Çünki nə Könlün atası, nə də mən buna razı olan deyilik. Niyə də? Ay bala, bizim ailələr heç bir vaxt yola getməyəcək. Bunu yadında saxla. Başa düşündə mən atama görə əziyyət çəkmək istəmirəm. Elə buna görə mən də deyirəm ki, Könüldən əl çək. Eşitmədin? Könül məndən evlənəcək. Sən kimsən məndən belə danışırsan, hə? Dönəmin uşağısan, Bunun danışığına bir bax. Siz istəsəniz də, istəməsəniz də mən ondan əl çəkməyəcəm. Qələt eləyəcəksən. Böyük danışma mənim üçün. Buna bir bax, çıx mənim evimdən. Könül də gələn kimi deyəcəm, nömrəsini dəyişsin. Səni də görən kimi üzünü yana çevirsin. İndi çıx. Nə istəyirsiniz eləyin, bildiniz? Mən Könüllə evlənəcəm. Özə bunu onun özü istəyəndə görün nə edəcəksiniz. Çıx mənim evimdən, mənim əsəblərimdən oynama. Çıxıram, lap. Çıx. Buna bir bax. Ailəli ki, dəliymiş ki bunlar. Aa.
Bibi, necəsən? Könül Azər mənə xəyanət edib. Özü mənim rəfiqəmlə. İndi də Nuray hamilədir. Çıxıb getmək istəyirəm mən burada. Nə danışırsan sən? Necə ola bilər bu? İnana bilmirəm. Qoy bu boşanma məsələsini həll eləyim. Gedəcəm rayona. Nərənin yanına gedəcəksən? Burada qalmağın artıq heç bir mənası yoxdur. Deməli, boşanma məsələsi dəqiqdir də, hə? Sabah gedirəm məhkəməyə. Bu məsələni həll eləyib çıxıb gedəcəm buralardan. Məncə də eləyin düzü budur. Onsuz da bu olanlardan sonra səni heç nə saxlaya bilməz burada. Azər. Azər. Nə istəyirsən məndən? Səndən danışmaq istəyirəm. Nə danışacaqsan mənimlə, hə? Səni belə görə bilmirəm, oğlum. Sən məni bu günə qoymusan ayana. Sən. Azər. Allah səni təzədən övlad qismət eləyib. Nuray nə danışıb sənə? Niyə də danışmasın, oğlum? Qız hamilədir. Məryəm də ki, səndən boşanmaq istəyir. Mən Məryəmlə boşanmayacağam. Başa düşdün? Sən ki, o qızla tutmadı, oğlum. Sən niyə bizim şəxsi işlərimizə qarışırsan axı, hə? Niyə? Mən sənin ananam. Mənim anam? Hə. Bəs Məryəmi zəhərləyəndə də mənim anam idi? Mənim uşağımı öldürəndə də anam idi? Bilirəm, oğlum. Günahım böyüdü. Sənin də Allahın da qabağında. Məni bağışlamaq olmaz, ona görə də səndən üzr istəmirəm. Amma sənin bilmədiyin çox şeylər var. Mən onları sənə deyə bilmirəm. Qorxuram gedib o qızı öldürərsən. 2 ildir ürəyimdə sir saxlamışam. Amma bir gün gələcək, hər şeyi açıb danışacağım sənə. Özünü yorma. Mən sənin bir kəlmənə də inanmıram. Onsuz da onun uşağı itirmək qorxusu vardı. Həkim belə demişdi. Ha. Sən özünə belə təsəlli tapırsan da, hə? Mən çox böyük səhv eləmişəm ki, sənin sözünlə oturub durmuşam bu günə qədər. Amma day belə olmayacaq. O Azər öldü. Sən öldürdün onu. Azər, oğlum. Nuray sənə övlad verəcək. Allah böyüdü, özü bilir. Neyləmək lazımdır. Mən o uşağı istəmirəm. Elə demə, oğlum. Necə istəyirəm, elə də deyirəm. Başa düşdün? Mən inana bilməm ki, sənlə uşaq söhbət eləyirəm. Gəl. Məni çağırmışdı Hüseyin müəllim. Hə. Sən gətirəndə bu zərf belə əzik idi? Dəqiq yadımda deyil. Ola bilər gətirəndə cibimdə əzilib. Nə olub ki?
Bilmirəm. Nəsə qəribə bir his var məndə. Siz içinə baxmısınız onun? O zərfdə o adamın ünvanı və 2 şəkil olmalı idi. Bir şəkil. Lənət şeytana. İlqar məndən qabaq baxıb buna. Niyə axı mən olmayanda onu bura buraxırsan? Üzr istəyirəm Hüseyn müəllim. Mən hardan bilirdim ki, o zərfə baxacaq? Baxacaq da. Zəngəli gör hardadır. İlqar, niyə axı öz boşuna hərəkət eləyirsən? Cavab vermir. Bəlkə gedək ardınca. İlqar o adamla görürsə, hər şey alt-üst olacaq. Narahat olmayın. Narahatam Kamran, narahatam. Nə olur olsun, biz ona mane olmalıyıq. Alo? Salam Vidadi müəllim. Necəsiz? Nə olub? Zəng eləmirsən ki, mənim hal əhvalımı tutsan? Nə olub? Yox, sadəcə demək istirdim ki, yəni indi İlqarın dalınca düşmüşəm. İlqar da kluba girdi. Nə olsun? Sizcə İlqar kimi adamın klubda nə iş var? Maraqlı deyil. O yəqin ki, orada kimləsə görüşmək istəyir, hə? Qulaq as. İmkan vermə ki, o orada kimləsə görüşsün. Ayıb olar Vidadi müəllim. Bəs mən nə üçün buradayam? Bir də ona görə də onun dalınca düşmüşəm də. Mənə elə gəlir ki, sizin pullar elə ondan. Pullar mənə lazım deyil. Əsas odur ki, İlqar orada bir adam axtarır. Onunla görüşə bilməsin. Başa düşdün? Necə olursa olsun, nə yolla olursa olsun, onun qarşısını al. Oldu Vidadi müəllim. Oldu. Yaxşı, şimdi ol. Oturmuşdun da evində. Özün istədin. Ana nə olub? Sən mənə də görün bu nə məsələdir? Niyə sən ilkini icazə vermirsən ki, gəlib bizim evdə səndən evlənmək barəsində danışır məndən? İlkin bizə gəlmişdi. Hə, bura gəlmişdi. Yekə-yekə də danışırdı. Ay mən könüllə evlənəcəm, ay belə eləyəcəm, belə eləyəcəm. Mən dedim, qələt eləyəcəksən. Mən danışaram İlkindən. Sən ondan heç nə danışmayacaqsan. Bu rüfətdən də betər oldu ki. Üz gördüm mən onda. Utanmır, hələ qapıya da gəlir. Vaxtında sənə dedim daha ki, bu adamdan uzaq dur. Qulaq asmadın ki sözümə. İndi də bunlar olmazdı. Ana mən neynim axı, özü durub gəlib də. Mənim nə günahım var? Var, çünki ağılsızsan. Bax deyirəm sənə. Zəng eləsə cavab vermirsən. Bircə kəlmə yazırsan, məndən əl çək. Eşitdin məni? Yaxşı. Yaxşı ki, atan evdə yox idi. Təsəvvür eləyirsən atan evdə olsaydı nə olardı? Allah istədi ki, günorta yeməyinə evə gəlməmişdi. Doğrudan İndi evə gəlməli idi axı. Bilmirəm ay qızım nə olub. Telefonlarıma da cavab vermir. Dünən çox pis əsəbləşdirdik də onu. Necə inciyibsə, səhər gedəndə sağollaşmamış getdi. Narahat olma, gəlsin könlünü alarıq. Sən fürsət tikən kimi dişlərini ağart. Get dediyim yerə, tez ol. Tez ol! Yaxşı da. Hay Allah, sən özün kömək ol. Məryəm. Məryəm, bilirəm mənə nifrət eləyirsən. Nuray, mən səni niyə tanımamışam bu vaxta kimi? İndi özünü qurban kimi göstərsən, amma əslində bu belə deyil. Gedib arxamca. Məryəm, sənin bilmədiyin şeylər var axı. Nə? Nəyi bilməliyəm? Azərdən hamiləsən. Sən ümumiyyətlə nə üzlə gəlib dayanmısan indi burada, hə? Hə, hamiləyəm. Amma
Həmin gün Azər bizə gəldi, özü də içmişdi. Nəsə əsəbi idi, qışqırırdı. Mən də istədim onu sakitləşdirim, amma dedim onu sakitləşdirib yola salaram evə, amma bir də gördüm ki, Azər cumdu üstümə. Nuray bəsdir, danışma. Azər belə şey eləməz. Məryəm o çox içkili idi. Səhər elədikləri yadında deyildi. Peşman olmuşdu, məndən üzr istədi. Məryəm, mən sizin ailəmizi heç vaxt dağıtmaq istəməmişəm. Sən? Məryəm, mən belə olmağını istəmirdim. Neysə, Nuray, neysə. Sən bilərsən, Azər bilər. Yaxşı. Alo. Alo, Solmaz, necəsən? Sağ ol, yaxşıyam. Sən necəsən? Mən sənə demişdim ki, Məryəmin dilini ağzını bağlayasan. Bu necə işdi görmüsən? Nə olub bəyəm? Evimdə neçə gündür qırğın diye. Oğlum məndən üz döndərib. Bu dəfə heç xoşum gəlmədi sənin işindən. Sən də qəribə adamsan, Nəsibə. Mən iş görürəmsə, o da iş görür də. Yoxsa oturub evdə ulduzları sayır göydə. Solmaz, mən sənə dünyanın pulunu vermişdim ki, Məryəmin ağzını yumasan. Başıma oyun açır. O elətdirirsə, sən də ona qarşı bir şey elə də. Al onun qabağını, bu nədir? Mənə bax, nə olub? Nə coşmusan? Coşaram da. Sən gəl mənim günümü gör, sonra danış. Oğlum məndən üz döndərib. Məni görmək istəmir. Yaxşı, bu telefon söhbəti deyil. Gəlib deyərəm sənə söhbət edəyək. Yaxşı, sağ ol. Sizlərdən də bir xeyri görən olmadı. Azər, mənim qardaşım, sənə sözüm var. Nədir? Biz bir aya yaxında işsiz qalmışıq. İsmail'in də onun yeridir. Yeri oldu olmadı danışmalıyıq da. Cibimdə 5-10 manat pul qalıb. Bugün sabah evdən çölə çıxmağa pulum olmayacaq. Bir şey fikirləşərik. Bilirsən nə deyirəm? Deyirəm, onsuz da ikimizin bir yerdə iş tapmağımız çətindir. Birini tapa bilmirik, o ki qaldı. Ayşe, onda bəs salam da. Ged işdə də məni inirsən. Ged axtar. Azər, mənə iş təklif ediblər. Sənə iş təklif ediblər, bəs bayaqdan niyə ağlayırsan? İş təklif ediblər, ged işdə. Yaxşı, bu barədə sonra danışarıq, görəm əsəbisən. İsmail, nə oldu? Heç nə. Yaxşı da İsmail, deyirəm nə olub, sənə bu da. Zavur mənə iş təklif edib. Sən də razı oldun? Yox, ortada ciddi bir şey yoxdur. Təsadüfən qarşılaşdıq. İşləmək istəsən, xəbər elə. İndi bu qədər olanlardan sonra sən onunla işləyə biləcəksən. Görmədin mən başıma nə oynaşdı? Adam borcunu bağışladı da. Bəs işim? İşimdən oldum, Oturmuşdum da göy kimi salonda. Mənə gəlir, Zahir pis adam deyil. Nəsə, ortada başqa söhbət var. İsmail, mən görürəm sən onunla işləmək istəyirsən. Özünə bəhanə axtarırsan. İşləmək istəyirsən, ged işlə. Mənə niyə demirsən ki, Azər uşaq istəmir? Mənim özümə də elə bu gün dedi. Yaxşı, indi necə olacaq?
Amma mən uşağı saxlamaq istəyirəm. Bir dənə bildiyim odur ki, əgər uşaq olsa, Azər hər şeyi yaddan çıxardacaq. Həm də axı həmişə Azəri uşaq maraqlandırıb. Qoy hələ Azər bu Məryəmdən əl çəksin. Əl çəkəcək. Məryəm onsuz da boşanmaq istəyir. Azər onu fikrindən döndərəcək. Sən söz deyirəm. Əgər bu dəfə də Məryəm boşanmaq fikrindən daşınsa, Azəri 100% məndən ayıracaq. Gedib başqa yerdə yaşayacaqlar. Məni də həyatlarından siləcəklər. Bu mümkün deyil. Onlar bir də barışmazlar. İnanmıram ki, Məryəm Azəri bir də görmək istəsin. Sən deyəsən, nəsə bilirsən axı. Nə biləcəm, Nəsibə xala? Hər şey aydındır da göz qabağında. Azərlə Məryəm boşanacaqlar. Maksimum ses mega maksimum. Herkese bellidir bizdeki aksiyon. Stilimiz ele fırlanır ki sanki baş gecelerden atraksiyon. Mesela ise foto posterler. Beni arasan Instagram reposteler. Bu da bizim nöbeti məhsulumuz. Paylaşır uzak yakın posteler. O gençler tamam başkadır. Ama sanki dünya görmüş yaştadır. Hadiciğin özdəsti xətti. Ama bugün tempi tutan DJ Roşka. Kız naz edir, gözünü sözdür. Kız naz edir, gözünü sözdür. Kız naz edir, sözüm sözdür. Kız naz edir, yine de naz edir. Kız naz edir, gözünü sözdür. Kız naz edir, gözüm sözdür. Kız naz edir, sözüm sözdür. Tonda regionda parti sesi mikrofonda. Onda yine gözüm bunda. O sareks edir yine de bomba. Tonda regionda parti sesi mikrofonda. Onda yine gözüm onda. O sareks edir yine de bomba. Gece güce gelir gücü göçü ece değil içe bu deceli seyredirəm mən. Herkes senin bir eceli bir de gecələdim necə incələksidirsən sen. Kız Peki uğurdum bana gideyim vasıtacı. Bultaç olmadım belə işim saz keçi. Elə regionları gəzmirəm. Hər zövqə uyğun tətləri rastıcı. Dedim temperamentli benzinlə. Tekirlə limonlu buzuyla. Hafta partili şərəfindən sənin. Danış kulağıma səsinlə hipnoz elə. Naz edir, gözünü sözdür. Kız naz edir, gözüm sözdür. Kız naz edir, sözüm sözdür. Kız naz edir, yine de naz edir. Kız naz edir, gözümü sözdür. Kız naz edir, gözüm sözdür. Kız naz edir, sözüm sözdür. Tonda regionda parti sesi mikrofonda. Yox, narahat olma. Həll eləyərik. Narahat olma, qorxusu yoxdur. Yaxşı, vaxtım yoxdur indi. Məryəmi sən qaçırmısan, hə? Sən bura tək gəlmisənsə, ya çox hünərlisən, ya da çox ağılsızsan. Sən elə bütün bunlara görə cavab verməli olacaqsan. Sən elə mənə deyəcəksən bunun arxasında kim dayanıb. Düzdür, mən sənin kimi quldur deyiləm. Amma... Bu kişi harda qaldı belə? Ana yaxşı da. Birinci dəfə də evə gec gəlir. Bütün gün işdə olmayıb. Bayaq düşmüşdüm aşağı dedilər gəlməyib. Telefonlarıma da cavab vermir. Ürəyimə pis şeylər gəlir. Sənin də həmişə ürəyinə pis şeylər gəlir. Bəlkə deyirəm, bibiyə deyməyə gedib. Nə bilim valla. Amma yaman narahatam. Ana,
Narahat olma, hər şey yaxşı olacaq. Deyirəm, bəlkə o atanın xoşladığı piroq var, o alma piroqunu deyirəm. Bəlkə ondan hazırlayaq ona. Görəndə gördüyü əsəbidir, piroqu verərik qabağa yeyər. Yaxşı? Azcaq da, yaxşı gedib pişirək. Meryem. İlqar, Meryem. İlqar nə olub? Meryem, ben indi. İlqar hardasan sən İlqar? Ben indi. İlqar! Siz. Meryem. 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 Ana, ata geldi. Axşamınız xeyir xanım. Kimdən qız gələn? Axşamınız xeyir xanım. Mən polisdənəm. İçəri keçmək olar. Axşamınız xeyir, buyurun. İndi nə lazım da oğlum? Qızım izahat yazdı da, indi nə istəyirsiniz? Xanım, siz İlqar Quliyevin neyisiz? Yoldaşıyam. Siz bizimlə gəlsəz daha yaxşı olar. Başa düşmədim. İlqara nəsə olub? Bu barədə idarədə danışsaq yaxşı. Açıq deyin görüm axı nə olub? Niyə məndən gizlədirsiniz? Deyin görək nə olub da? Xanım, sizin yoldaşınızı qətlə yetiriblər.